Onu bizə qaytaran yox idi. O sadəcə danışıqlar predmeti idi. Bizə vermək istəmirdilər onu. Onlar 5+2-ni vermək istəyirdilərsə, hökmən əvəzində status istəyirdilər. Həm də o status ki, ya müstəqillik və yaxud da Ermənistana birləşdirmək, ya da referendum keçirtməklə, həm də vaxtını əvvəlcədən müəyyən etməklə, referendum keçirdib o referendumun nəticəsini qəbul etməklə bizə onu heç kim vermirdi. Əslində bu müharibə yeni reallıqlar və yeni şərtlər ortaya çıxartdı və indi artıq o məsələ, status və ona bənzər məsələlər artıq arxa plandadır, danışılmır, artıq o barədə geniş müzakirə açılmır, şərtlər irəli sürülmür, tərəflər mövqilərini ifadə etmir bundan bağlı. Bizə onu heç kim vermirdi. O vaxt verə bilərdilər ki, biz Dağlıq Qarabağdan bütövlükdə əl çəkək. Bugün şükürlər olsun ki, biz nə Dağlıq Qarabağ, Xankəndi, Xocavənd, Xocalı, Ağdərə istiqamətində bizim nə iddialarımız, nə bizim hüquqi Azərbaycanın öhdəlikləri və suverenliyi, müstəqilliyi orada danışıq mövzusu predmeti deyil və olmayacaq da hesab edirəm. Həm də biz digər rayonlarımızı işğaldan azad etmişik. 3 rayonun işğaldan azad olunması faktoru müharibəsiz Ağdam, Kəlbəcər və Laçının bu bizim hərb meydançasında qazandığımız, hərbi meydanda qazandığımız uğurların nəticəsi idi. Onu da könüllü vermirdilər. Hərbi vəziyyət gəlib o yerə çatmış ki, Ermənistan razı olmaqdan başqa yol tapa bilmədi.